Hər kəsə salam. Bugünkü təhlilimizə tam fərqli bir enerji ilə başlayırıq. Biz bugün öyrənmək, bilik əldə etmək və ən əsası, özümüzə qarşı dürüst olmaq barədə bütün düşüncələrimizi alt-üst edəcək, çox qısa, amma inanılmaz dərəcədə dərin bir cümləni parçalayacağıq. Söhbət müəllif Vahid Rızayevin tək bir cümləsindən gedir. Bilirsiniz, bəzən ən böyük həqiqətlər qalın kitablarda yox, cəmi bir neçə kəlmənin içində gizlənir. Gəlin heç vaxt itirmədən birbaşa mətləbə keçək. Baxın, hər şey bu üç kəlməli başlanğıcla, insan marağının o ən təbii, ən təməl halı ilə başlayır. Bilmək istəyirsənsə. Yəni, biz hamımız nə isə bilmək istəyirik, elə deyilmi? Hər gün nələrsə oxuyuruq, axtarırıq, suallar veririk, bu axı bizim təbiətimizdə var. Amma bu izahımızın gedişində görəcəksiniz ki, bu sadə görünən arzu, yəni eləcə bilmək istəmək, təsəvvür etdiyimizdən qat-qat böyük bir səmimiyyət və daxili qərar tələb edir. Və budur, müəllifin bizə verdiyi o möhtəşəm sitatın tam versiyası. İstəyirəm bu sözləri yavaş-yavaş, diqqətlə içinizdən təkrarlayasınız. Bilmək istəyirsənsə, bilməyi istə. Yox, əgər bilmək istəmirsənsə, bilgi içində bilgisizlik axtarma. Necə səslənir? Sözlərin arxasındakı o qətiyyəti hiss etdinizmi? Biz bu cümləni addım-addım söküb təhlil etməzdən əvvəl, istəyirəm bir neçə saniyəlik bu fəlsəfənin ağırlığını dərk edəsiniz. Bu, sadəcə öyrənməklə bağlı deyil. Bu, sanki birbaşa bizim intellektual dürüstlüyümüzə tutulmuş bir güzgüdür. Birinci hissə, biliyin anatomiyası və ya öyrənmənin təməli. Gəlin, dərhal detallara baxaq. Təsəvvür edin ki, bir mimar binanı tikməzdən əvvəl bünövrəni yoxlayır. Biz də eyni ilə bu fəlsəfəni başa düşmək üçün öyrənmənin əsl təməlinə nəzər salmalıyıq. Vahid Rızayev hər şeyi məhz bu kəlmə ilə, bilmək ifadəsi ilə başlayır. İndi özünüzə bu sualı verin. İlk növbədə bilik axtarmaq əslində nə deməkdir? Bu sadəcə faktları əzbərləməkdir, Wikipediyada nə isə oxuyub bağlamaqdır, yoxsa dünyanı dərk etmək üçün o qarşısı alınmaz daxili bir yanğıdır? Bilmək heç vaxt pasiv bir proses deyil, o fəaliyyətin özüdür. Bu siqnal olmadan qalan hər şey, inanın mənə, sadəcə böyük bir illüziyadır. İkinci hissəmiz, arzunun şərti. Bilməyi istəm. Burada biz müəllifin irəli sürdüyü ilk və ən qaçılmaz şərtlə qarşılaşırıq. O, sadəcə informasiya yığmaqdan bizi bu işin arxasındakı fəal motivasiyaya tərəf çəkir. Və buradakı müqayisə məsələnin mahiyyətini o qədər gözəl nümayiş etdirir ki, sol tərəfə baxın. Yəni, bu, bizim çox vaxt etdiyimizdir. Otururuq və sosial şəbəkələrdən, xəbərlərdən məlumatların üstümüzə yağmasına icazə veririk. Bu, pasiv qəbul edici vəziyyətidir. Amma sağ tərəf tamamilə başqa bir səviyyədir. Bilməyi istəmək. Bax, bu, aktiv, səmimi və tam şuurlu bir seçimdir. Əgər doğrudan da bilmək istəyirsinizsə, o acılığı içinizdə hiss etməlisiniz. Öyrənmək kimsənin sizə etdiyi bir şey deyil, özünüzün fəal şəkildə başlatdığınız bir proses olmalıdır. Əslində, Vahid Rızayevin qurduğu bu cümlə eyni ilə proqramlaşdırmadakı kimi çox dəqiq bir əgər onda məntiqinə əsaslanır. Baxın, birinci sütundakı şərt, əgər bilmək istəyirsənsə, dərhal ikinci sütundakı birbaşa və kəskin təlimata gətirib çıxarır, bilməyi istə. Fikir verirsiniz? Zahirən şeir kimi, fəlsəfə kimi səslənsə də, bu əslində həqiqət axtarışında olanlar üçün çox ciddi, qəti bir alqoritmdir. Yəni, müəllif deyir ki, şərt varsa, bəhanə yoxdur. Təlimatı yerinə yetir. Yarımçıq istəklərə yer verilmir. Üçüncü hissə, laqeydlik seçimi və ya əgər bilmək istəmirsənsə. Gəlin davam edək. Yaxşı, bəs bu daxili qığılcım ümumiyyətlə yoxdursa, o zaman nə baş verir? Cümlənin ikinci yarısına xüsusi diqqət yetirin. Yox, əgər bilmək istəmirsənsə. Gördünüzmü, burada müəllif çox məharətlə məsələyə yanaşır. O, laqeydliyi, yəni öyrənmək istəməməyi bir qüsur kimi deyil, sadəcə şuurlu bir seçim kimi tanıyır. Bu doğrudan da həlledici detaldır. O bizə niyə öyrənmək istəmirsən deyib ittiham etmir, sadəcə bu reallığı qəbul edir. Və məhz yox deyib bu reallığı qəbul etmək bizi tamamilə fərqli bir nəticələr zəncirinə aparır. Dördüncü hissə, bilgi içində gizlənən bilgisizlik. Bəli, bu mövzunun ən maraqlı hissəsidir. Və nəhayət, gəldik mənbəyimizin ən dərin, ən paradoksal nöqtəsinə. İndi diqqətinizi tam toplayın, çünki Rızayevin bizi xəbərdar etdiyi bilgisizlik axtarma anlayışına baxacaq.
Bu, biliyin, yəni informasiyanın əhatəsində ola-ola, qəsdən və inadla cahil qalmaq cəhdidir. İndi bir anlıq düşünün. Necə yəni, insan hər tərəfdən biliklə əhatə oluna, amma yenə də cahillik axtara bilər. Tam mümkündür. Təsəvvür edin ki, bir adam qalın elmi bir kitabı yalnız onu tənqid etmək və ya ancaq öz dar düşüncəsini təsdiqləyən bircə cümlə tapmaq üçün vərəqləyir. O, faktiki olaraq biliyin içindədir, elə deyilmi? Amma əslində yalnız və yalnız bilgisizlik axtarır. Bax, Rızayevin xəbərdar etdiyi o təhlükə məhz budur. İndi isə bu mənzərənin ən can alan yerinə baxaq. Fikir verin, xarici mühitlə daxili düşüncə tərzi arasındakı qorxunc fərq necə göstərilib? Sol tərəfdə təmiz bilik mühiti var. Kitabxanalar, məlumat bazaları, elmi müzakirələr. Sağ tərəf isə birbaşa insanın daxili vəziyyətidir. Ön yarğılar, qəsdən korluq, bəlkə də ego. Rzayev bizə sözün əsl mənasında sübut edir ki, dünyadakı ən böyük təhlükə heç nə bilməmək deyil. Yox, ən böyük təhlükə biliyin düz ortasında dayanıb, ondan bir maska kimi istifadə etmək və əslində öyrənməyə tamamilə qapalı qalmaqdır. 5-ci hissə. Son ultimatum və niyyət prosesi. Gəlin yekunlaşdıraq. Yaxşı, indiyə qədər söküb yığdığımız bütün bu məntiqi detalları vahid, praktik bir xəbərdarlıq kimi birləşdirməyin əsl vaxtıdır. Burada müəllif addım-addım necə dürüst olacağımızı göstərir. Addım 1. Əgər istəmirsənsə, sadəcə bilmək istəmədiyini qəbul et. Bu ayıbdırmı? Əsla. Bu sadəcə səmimi reallıqdır. Addım 2. Əgər o daxili arzu yoxdursa, artıq nəyisə axtarırmış, öyrənirmiş kimi rola girməyi, o süni mənzərə yaratmağı dayandır. Və nəhayət, həlledici 3-cü addım. O bilik mühitini öz daxili boşluğunu gizlətmək üçün alətə çevirmə. Görürsünüz, müəllif bizdən necə kəskin və mütləq dürüstlük tələb edir. Özümüzü aldatmağa heç bir şans qoymur. Beləliklə, bütün bu təhlildən sonra qarşımızdakı bu ritorik sualı mən birbaşa sizə vermək istəyirəm. Siz doğrudan da tam səmimiyyətlə biliyi arzuluyursunuz, yoxsa sadəcə intellektual görünmənin kölgəsində gizlənirsiniz? Sabah internetdə nəsə axtaranda ya da yeni bir məqalə oxuyanda anidən durun və özünüzdən soruşun. Məqsədim doğrudan da dərk etməkdir, yoxsa ətrafdakılara baxın, mən bilirəm demək. Bilirsiniz, bu sualın məqsədi heç kimi qınamaq deyil. Sadəcə hər birimizi öz şəxsi motivasiyamızla üzləşdirməkdir. Və budur, təhlilimizi Vahid Rızayevin ən sarsılmaz ultimatumu ilə yekunlaşdırırıq. Bilgi içində bilgisizlik axtarmayın. Həqiqi biliyə aparan tək yol o səmimi, daxili istəkdən keçir. Əgər o istək hələlik yoxdursa, heç olmazsa bunu etiraf edəcək qədər cəsarətli olun. Çünki inanın mənə, saxta bilik illüziyası səmimi cəhalətdən qat-qat təhlükəlidir. İstəyirəm ki, bu təhlilimizi bitirdikdən sonra öz daxili dürüstlüyümüz haqqında bircə dəqiqə də olsa düşünəsiniz. Sizin öz biliyi axtarışınız nə qədər səmimidir? Qoşulduğunuz üçün təşəkkürlər, özünüzə yaxşı baxın və axtarışlarınız həmişə səmimi olsun.